Xaricdən toxunan iki çevrənin radiuslarının uzunluqları fərqi 3 sm, mərkəzləri arasındakı məsafə isə 13 sm bərabərdir. Kiçik çevrənin radiusunu tapın. Toxum bir çevrəmiz, burada digər çevrəmiz olsun. Xaricdən toxunduqları üçün çevrələrin bulan mərkəzlər arasındakı məsafə R1 birincinin radiusu olsun, R2 ikincinin radiusu olsun. Deməli, R1 bərabərdir R2 üstə gəlsin 3. Çünki bir digərinin 3 sm uzundur və R1 üstə gəlsin R2 isə 13 sm bərabərdir. R1-in yerinə yazsaq R2 üstə gəl 3, üstə gəl R2 bərabərdir 13. Buradan 2 dənə R2 bərabərdir 13-dən 3 çıxsaq 10 qalar. Deməli, R2 bərabərdir 5-ə, onu böldük 2-yə. R2 5-dirsə, deməli, R1 də bərabərdir 5 üstə gəlsin 3, yəni 8. Kiçik çevrənin radiusu bizdən tələb olunurdu. Kiçik çevrəmizin radiusu 5-dir, böyük çevrəmizin radiusu 8.